Nərmin canlı yayımında onu qınayanlara belə cavab verdi. Vaxtında mən də sizin kimi idim. Kimə lağ eləyirdim, indi hamısı mənim başıma gəldi. Heç ağlıma gəlməzdi ki, qarğa burnumu əməliyyat elətdirim. Xəyalıma belə gəlməzdi ki, Endurun arvadı olum, bədən şəkilləndirmə eləyim. Otab bişirəm, bir gün model olacaq, heç ağlıma gəlməzdi. Kimə lağ elədimsə, hamısı başıma gəldi. Sən özün yaşamasan da balan yaşayacaq. Mən bütün gün çöldə bayırda oluram. Bilirsiniz, nələr görürəm, nələr eşidirəm. Mənim haqqıma girənlər, məni söyənlər, nə olar bir gün mənlə görüşün, görüm siz necə adamlarsınız. Gəlin Nərminin videosunu izləyək. Kanala abunə olub, videoları bəyənməyi unutmayaq. Qoyur axşam klublarında, Targovunun padvallarında. Sən də mamuğa aparıb qoyarsan padvala. Xüstüsüz, valla. O canlıdan Elnur baxır, mamam baxır, qohumum əqrabam baxır. Yaxşılardan. Niyə söyürsən? Bir şey ki, üzümə tananni vururam, belə məni söyürsən. Az burcudanları söymürsən, Da füsüyo da açıq-saçıq dediniz. O çəkilişləri də yığışdırdım. İnan Allaha mağazada deyirəm ki, mənə qapalı paltar verin ki, bu bəzilərin dili ağzı bağlansın. Deyirlər, valla onların ağzı bağlanmayacaq. Elnur demir bu qədər niyə bəzənirsən? O nə deməkdir? Tananni Elnur üçün deyil ki. O qədər öyrəşmişsiniz ki, kişilərin bəziləri petuxlaşma gedir deyənə, qaşını alıb üzünə tananli çəkənlər. Qadın bəzənəndə şəkk şübhə eləyirsiniz. Az xəstəsən, tananli qadından ötürüd də nə? Kişinin nə həddinə gəlib ki, arvadın işinə burnunu soxsuna, İraq mənkindən. Bu kişi bilmir bəzənmək, düzənmək, özünə baxmaq qadın üçündür. O nə deməkdir? Deyir, Elnur demir bu qədər niyə bəzənirsən? Niyə başa düşmədim? Başqasına gedib deyə bilərsən o sözü? Ekranın qabağında burcudub, əri ilə hovuzda öpüşənlərə, min cür hoqqadan çıxanlara deyə bilərsən o sözü? Ərinlə niyə bunu elədin, niyə onu elədin? Hə, çünki onların ərlərin əl-ayağı var axı ona görə. Düz deyirsən. Hə, düz deyirsən, ay sağ ol. Mənkiyin əl-ayağı yoxdur da, kimə görə bəzənirəm? Sizin aləminizdə əlləməyə əli yox, durub sığal çəkməyə ayaqları yox. Nə dəxli var ki? Restoranda yemək yeyirəm, kimisə şotuna gəldin, yemək yedin. Okey, razıyam, yaxşı, sağ olun. Uzaqdan baxırsınız da bilmirsiniz, içimdə deyilsiniz. İndi ki gəlmişəm, bax burada tananli çəkirəm, küsü yox. Səhifələrimin adını elədim Nərmin 95, dedilər, aha, uje Elnur oradan uçdu getdi adı. İndi yazmışam Elnur Nərmin, aha, əri gəldi. Elnur hardadır, deyirəm evdə. Elnurla niyə video çəkmirsən? Elnurla video çəkirəm, atırlar. Küsü yox. Gözdən pərdə asır, əri ilə video çəkir. Az mən bilmirəm, pərdə nədir? Allah haqqı mən bilmirəm. Mən sizin düşündüyünüz kimi bic deyiləm. Mən bic olsaydım, hər şeyim daha gözəl olardı. Kəntoş, nə olur kətçilərə? Nə olar ki, mən fəxr edirəm, kətdə doğulmuşam, kətçiyəm. Qurban olum o kəndin şor torpağıma. Nə olub ki? Sən şəhərli ol, bacı qurban. Biz beləyik də indi, neyniyək? Buyur. Hə, 14 saylı xəstəxana buzovna, köhnə 14 saylı. Hə, indi bir saylı be. Şəhər, 7-40. Ay bacı, şəkillər demiş, ha buradır da ağzı onun için. Gedişim 7-40, bəs gəlişim. Gəlişi də 7-40. Bura gəlməyəcəm, mələk getdi mənə. Mələk görməyəsiniz. Hara? Haraya gedir? Özünlə nə gəzdirirsən? Gedək qulağı da deşsin də. Biri tutulub, biri açıldı. İkisi də açıldır. İkisi də bağlıdır. Sevda, yanan qulağın hələ deşdirmə də onun, nə olub? 5 dəqiqəyə gəlir bu 7. Baxın, O doğan hara qoydun? yanan qulağında heç nə yox. Heç nə yox. Hə, baş üstə. Baş üstə. Üzündə biraz qalır, qolu çoxdur. Ədə bu özünü öldürdüyü, bacıvı göstər. Ədə nə olub, ay bacı? Şırlar eləyirlər. Mən mələk boyda olanda gedib bugüncülün həyətində malın toxunu atırdım. O sizin dövürüydü, İnək anlayırsan. sağırdım. Yox. Malın əmcəyi silirdim, anam da sağırdı. Hayır, değil. Quran haqqı. Elə zülmlə böyümüşük. Bayan
Oynayın. Allah haqqı hamısı elədi. Çörək haqqı bütün uşaqlar elədi. Belə eləyirsən. Üzü yurma. Bu verirsən sənin şeylərə. Nədir axı? Nədir axı? Özü ilə üzbəüz binalara verirsən, yoxsa mən veririm sənə. Yox, saxlaya bilməzsən. Taksi səncəri salsın şəhərciyə. Dinən Grand Marketə qoyur. Dedi Grand Mən Marketə. danış eləməyim. Eləmir. Yox. 100% kassirdir, ona görə bu üzüyü alır. Gördün, Nil parfüm yazır ki 4 yaşında oğlum bizi dedi. Allaha and olsun. Burada gəlib onun bunun ailəsinə, onun bunun geyiminə, Allah haqqı mən də vaxtı ilə o qədər tənqid elədiklərimi indi hamısını özüm eləyirəm. Ağlıma gəlməzdi ki, bir gün qarğa burnumu əməliyyat elətdirim. Xəyalıma belə gəlməzdi ki, Elnurun arvadı olum. Heç vaxt xəyalıma gəlməzdi ki, bədən şəkilləndirmə əməliyyatı eləyim. Xəyalıma gəlməzdi ki, qutab bişirən gedib mağazada paltar reklam eləsin. And olsun bizi yaradana, kim kimə lağ eləyir ha. Bax, Allah Quran şahidim olsun gəlir başına. Heç kimə lağ eləməyin. Kimə lağ eləyib, kimin dalıyca danışırsınız ha, hamısını sən yaşamasan da sənin balan yaşayacaq. Bax, Qurana and olsun. Qarıma nə edaz, xəstə, nəyə qarıyacaq? Qarımıram, olanı deyirəm. Yəni, inanın Allaha, bizim uşaq dillidirsə, sizi, gördün nə deyir, mənim uşağımın 4 yaşı var, mənə diri-diri yeyir. Hamı elədir. Zəmanə odur. Bir şey ki, uşaq yeyəndə telefonla yeyir, yatanda telefonla yatır. Qızıma deyirəm ki, telefonu ver, yat, deyir, sən niyə telefona baxırsan? Duz atdın. Nə danışırsan sən? Birinci başlanğıc. Bəli, valla mən heç kimi qarımıram. Mən sizin mənim haqqınıza, mən heç kimin haqqına girmirəm. Az mən bütün günü çöldə bayırdayım. Bu gözlər sən nələr görür, qulaq sən nələr eşidir. Sadəcə keçib gedirəm, gülürəm. Sağ olsun, Allah var eləsin. Bu yaxınlarda bir məclisdəydim, bir qızın haqqında danışdılar. Dedim, niyə danışırsınız? Dedi, için sən də dalıca danışırdıq, amma gördüysən də çox razı qaldıq. Dedim, sabah da o mənim yerimdə olsa, o sözü ona deyəcəksən, danışma. Götürdüm stəkanımı, çay gətirmişdi ofisiyant mənə, açılışdaydım. Götürdüm çaşqanı, sakitcə gəldim başqa stola. Duzlu sududur. Ora belə yığışmışıq, geçə stoldur da. Şeylər olur, oradan bura çıxanlar olur. Ölürsünüz, cəmaatın haqqına girin. Az necə cəmaatın haqqına girirsiniz bu qədər? Yumruq qırardılar. Çox maraqlıdır. Özünüz necəsiniz? Nə olar qurban olun? Mən söyənlər bir gün mənlə görüşün də, görüm necə adamsınız. Oğlan bir boy verir, bakın bu ne, niye demedin? Deyirəm, ay da, ben de veririm. Dəst 10 dənə sal verir, dəst tane veririm. Sabahın xeyir. Ay da. Dediğimi aldım. Nə demisən ki? Demedim onlara. Nə dedin? Yox, sən onları indi mənə atdan telefonla gir səslə. Yox. Dünənləri kosmos bağlıydı. Aşkım, əvvəlcə sabahın xeyir. Sabahın xeyir. Günün bərəkət. Amin. olsun. Hə, bu indi sən atan telefonunu götürürsən, mənə bax, başlayırsan mənə ses atmağa. Tamam? Yaxşı? Düştü. Nə etmişdin də, всё. Nə istəyir? Pireyi alır. Boş-boş şeylər. Pireyi almadı. Pireyi almışıq da. Prosta öyrəşibsə əsərlər duranda bu uşaq belə mənfi enerji ilə durmağa. Allah eləməsin, mənfi zətdir. Bilir də mən sevmirəm onu. Mənfi zətdir. Olmadı, müsbət enerjidir. Hə, problem deyil, deyə bilərsən. Mən orada xəbər eləyəm. Atan telefonunu götürürsən, mən ses Sən atacağam. qaşığı ilə belə Dəftərlərin, nənə dedi ki, gördüm. dəftərlərini də tutar. Boşdur. Hə. Əla. Bilir, indi ala bilmirəm də. Yox. Qəşəydir. İndi Sumqayıtda gedim, oradan kosmosda nə də oradan alıram mən həmişə sənə. Axşamda ora bağlıydı. Ayran geçmez istiyorum. Всё, get. Əl-üzünü yücəl tez ol. Ataya gəlmiyor. Əl-üzünü yücəl Minnur. Sabah şeyli öpüm senin gözlerindən alacağım. Vermə də heç kimə nə olar, qurban olun, başına dönüm. Uşağı mən həkimə aparıram. Mən onun xasiyyətini necə tapdım? Az nə bilim kosmosda nədir? Kompas. Gəlmələr, Mələk, bu zubatiska nədir? Nə istəmişdin orada? Kompas. Boş-boş şeylər. Ona görə ayarlı yol lazım deyil. Mənə bax görüm, hələ bir... Pirçoskanı zadlarıyım. Bürcü nədir? Şir, Sual narazı. Bu insan deyir ki, məni hər gün duranda məni neynəsə sevindirin. Qurana and olsun. Hələ hər gün sən neynirdim? Başın altına naşnik deyirdi, alırdım. Telefon kablosu deyirdi, alırdım. Bacı, mən neynə alım, qurban olun. Yoxumdur da. Deyə bilmirəm ki, pulum yox idi, ala bilmədim. Şir pozitiv olur. Saxtı durmuşdu. Yerdi də. Şir bürcü ürəyidir. Bəli.
Elə vərdiş eləyəcək ona görə. Hə, Quran haqqı. Yo, başa düşürsən kim dedi ki, mən milyonerəm? Sən hardan bilsən ki, mən pullu olmağımı? Xəstəsən, valla. Bazı mən tək salma bu boyda ailəyə baxıram. Mən bir yerdən belə dəstəyim yoxdur. O nə deməkdir? Yoxdur da. Yoxdan Allah da bizardır. Olmadı ki, ala bilmədim. Kley, dəftərlər, ruçkalar lazımdır. Bu gün alacağım. Bu gün alacağım anan qurban. Ged əl üzüvü yu, gəl. İzah elə başa düşəcək. Allah haqqı məndən çox izah eləyən yoxdur. Mən onlara o qədər gözəl anayam. Minur, Eliş, bırax onu. Bırax da söz deyirəm. Bıraxmışam da gəlmir. Minur, dur. Gör ana nə deyir. Demə nə işləyirəm. Buna bu. Nə istəyirsən? Verdə mən işdə olacaq, yoxdursa ki, qazanım. Hangi karanlık? Hadi götür. Götür karanlık. Neyse. Minur, dur. Əl üzüvü yu. Atan telefonunu götür əlivə. Nə lazımdır mənə yaz. Səs açsın atası. Yazacaq anası, yazacaq. Yazacaq anası. Hələ Elnurdur da, nə on qudurdu. Elnurdur da, nə on başıma çıxardaq. Valla. Elnurdur o mənim başıma çıxardan. Onun hər ağzından çıxan sözün hamısını mən almışam. İndi ala bilmədim də qızım, alıb gətirərəm. Balaca bağçaya gedir, yox. Qızım gedib bağçaya, oğlum heç vaxt getməyib. Fikir ver. Xumar gözləri. Mama, kitab üzü, dəftər üzü. Ay Allah, bu nədir, Minur? Bu nə xasiyyətdir səndə, hər şeyi götürüb Var idi yazırsan. o kitabların üzü. Bilirəm, qlyonka çəkmişdim axı, var idi. Ağzıma deyirəm ki, hamısı üzünü gəlsə. Hə, qlyonkaları yazır, salafanları yazır. Hə, heç nə olmaz. Ömər nə deyir? Salafanı dəyişmək olar, amma bu kitabları yazmaq olmaz. George. Üzü niyə yazır sevdiyi ki, 70 qəpiyə alıram. Uşaq deyir. Hə, atayla Könül vermədiyi için. Hayır. atanın o sarılması versəydi övlad üçün, belə qız uşağı üçün. Hə, arzum. Mən xoşbəxt qadınam da. 50 yaşındayım, Nura mən elə sarılacağı bir övlad vermişəm, maşallah. Allah başa qədər versin bütün balaları. Evdədir, məktəbə getmirlər. Yox, bu gün 5-ci gündür, Elnur. Bu gün 5-ci gün. Özüm qoymadım, neyinirəm bir gündən ötürü. Çox adama yoxdur 5-ci gün gəlsin. Doğrudan. Tamam, əlimdən çox adam deyir ki, 5-ci gün gəlməyib. Ay ama. Mən də Yaxşı, Leyloşum. Leyloşun olar, mən bir dəqiqə şey ritual ver də. Sevirəm sən rituallarını. Əcəbi. Ruzi ritualı. Yığdım kitabı. O şeyləri də qoydum qələkləri. Bu il görmürəm mən onu. Çünki bu il keçdikləri keçən il bağçada keçib. Uşağı eyni şeyi, eyni dərsi, eyni şeyi öyrədib iyrəndirmək lazım deyil kitabdan, dəftərdən. Ona görə bu il üstünə gelmirəm. Əsas olan odur, əlifbanı öyrənib, saymağı öyrənib, üzündən oxumağı öyrənib, cümlə və cümlənin təhlili 3-cü sinifdən sonra keçilirdi uşaqlara. İndidən uşaqları belə yükləyirlər ki, Azərbaycan uşaqları çoban kimi böyüsünlər, çöllərdə, bayırlarda, biliksiz, savadsız, başa düşsən, heç nə bilməsinlər. Mən şəxsən Minnur 2 aydır məktəbə gedir. Onun kitabını açıb məyus olub bağlayıram. Hayıf değildi. Qarğa pendiri yedi. Tutu topdu. Top tutunu tutdu. Aysel Raqiflə görüşdü. Bir yerdə məktəbə getdilər. Ay bacı 4-cü sinifin dərs cədvəlidir. Ağırlaşıb sistem. Qurana and olsun. Valla. Bilə ağırlaşdı. Quran haqqı, taroloq Leyla xanım, düz deyirsiniz. İnanın Allaha, çox ağırlaşıb. Yəni bir şey ki 4-cü sinifdə mən keçdiyim dərsi bu gün 1-ci sinifdə uşağa verirlər. Mən onu necə salım naqruskaya? Bir dənə yazı verir və 4 dənə səhifə verir yaz. 4 dənə səhifə. Bugünkü gün Mən təhsilim yox olsa da. Hə. beləcə 30 dərs səhifə verir. uşaqları təhsildən iyrəndirirlər, uşaqları uzaqlaşdırırlar təhsildən. Adi bir hərəkətlə. Bana
Mesela çocuk müəllime icazə vermir tətildə. Ne göz görür, ne Tətildə biraz istirahat eləyək. Çocuk müəllime deyir ki, ancaq saat 10'un yarısı gəl, saat 3'ün yarısı gəl, saat 5'in yarısı gəl. müəllimlər doğru öz şagirdini öyrətmək üçün düz edir. Güzel şey yoktu burada mama. Gördün? Hele de güllü. Burnumdan su gəldi. Bura gülmədim. Burada bir söz yazıb ona gülləm. Sən gülmürəm. Lazım idi. Adam telefon. Burada kaş olmuş ata. Bu gözəl. Deneyim. Atam karşıydı. Leyloş bir gündə 3 dəfə məşğələyə gedir. Uşaq bir gündə 3 dəfə məşğələyə gedir. Üstəlik də Minnur Pirmani oldu. 7 gün evdə qaldı, məktəbə getmədi də, bir həftə. Yığılan dərsləri belə məşğələ müəlliməsi ona öyrədir. O dərəcədə yayınmayan təhsilindən müəllimədir. Mama, sen açılıb məşğələyə gedirəndə qoy biraz çönür müəllimə. Evdə istirahat edeyim. Sonra gəlim dənə. Yaxşı. Doğrudan? O ancaq deyir ki, onun yarısı gəl. Ancaq deyir ki, 3'ün yarısı gəl. Ancaq deyir ki, 4'ün yarısı gəl. Ancaq deyir ki, 6'nın yarısı gəl. Öğretmek istiyorsak dünyanın sana öğretmek istiyorsak. Yok ata. Yok ata. Ata yok Sen açılıb. Mən məşğələyə gedirəm, Sərrat. Sərrat açılıbsa. Qoy biraz evdə istirahat edeyim gəlim dənə. Yine kurban olayım sana. Evde elə bütün gün istirahat ediyorsan da sen başka dönün. Bir tek ben gelip Səriyyə gildə nə yiyəcəm? Səriyyə gildə mama. Səriyyə gildə mama. Sen sumkama aparmasan, məndən incimə. Niyə ki? Sumkama aparmada. Sumkama aparda. Niye? Ben orada boş durub telefona baxacağım. Ay sağ ol. Gördün mü? Kulaklığa baxacağım. Sən böyüyəndə nə olacaqsan? Jurnalist, həkim, polis. Ay, həkim müəllimə. Həkim olub kimi sağaldacaqsan? Neyniyəcəksən ona? Dərmanları bir-birinə qarışdıracağım, atamın əllərindən yıkacağım. Sonra? Kurban olsun ata. Hepsi atamın əlləri geriyə gələcək. Müəllimi olub neyniyəcəksən? Atanın əlləri geriyə gəlib də zaten. Bax, sənin ümidin timsalında. Allah özü Doğru dərmanlar deyirəm mama, doğru deyirəm mama. Bu baş parmaq var ya, bizi çox qıdıqlandırır. Qıdıqlandırır. Allah atanın əlləri. Müəllimi olub neyniyəcəksən? Müəllim olub, öz şagirdlərimə tapşırıq verəcəm. Jurnalist olub neyniyəcəksən? Xəbərlər verəcəm. Dünyanı bildirəcək insanlar. Dünyanı bildirəcəm. Məsələn, deyəcəm ki, ayın 12'si zəlzələ baş verəcək. Yox, bala verməsin, nə olar, qoturmuşuq. Yox, böyüyəndə mama, böyüyəndə 30 yaşıma gələndə. Hə, Seismolog olacaq qızım. hə, inşallah. İndi bildin. Hə, indi bildim. Mən hardan bilim ki, sən... Sizi çəkirik kamera. Obşim, atovun ayaqlarında, əllərində geri qaytarassan. Gəl, dur, qalx. Dabanın partlayıb ayağımı yerə basa bilmirəm. Yani sana krem vurardım. Seni, dur da sən mama öpsün oğlum, dur. Dur söz deyirəm. Mama, telefonu düzəltdi. Telefonu ana mama Minnurun. Ne? Telefonu. Ben ne diyorsun? Axşam götürmədim. Bilmirəm ki, indi gözdə gedim yaşına baxaram. Axşam mən yaşıb deyə yuxuya Neynədin? Axşam mən şıp deyə yuxuya getdim. Doğrudan. Durma. Ki, Mama, bir Tamam, mama. tez uyandı bizdən. Mən Kız oyandı mən. Atan. Hər gün ata uyanır da. Ata uyanır, mən duruzur. Ayda. Birincidən mən oyandım. Hə, sən də oyandın, mən də oyandım. Sən də oyandın da. Uyandın ya.
Birinci ümid oyanıb, yaxşı. Hə, can. Hə. Hə, yaxşı. Birinci ümid oyandı. Elnur, birinci ümid oyandı, yoxsa sən? Mağazası açan deyil. Mama. Mama, sən yeməyi ye, dərmanlar var da, mama. Mama, Arvadın qanundadır işləmək. Mən arvada bəyənmirəm işləsin. Yox. Dəli deyir. Sən mənə cəmaatın ağzına, mən Allah ki, mən ona görə bədbəxtam. Hamının ağzına salırsın. Niyə ağızlarına salsın? Dur, anama kömək elə. Həkim deyil. Anamın ürəyində aparatı var. Anama hərəkət lazımdır. Başa düşmürsünüz. Siz analarınız ömür boyu möhtac deyilsiniz görəsən. Mamyanı nəsə eləyər? Anadır da, istəyir eləyir. Neyvizə lazımdır. Burnunuzu öz həyatınıza soxun. Mama. Şuna. Bunun özündədir. Elnur saat neçədən durmuşuq? Elnurun əl üzünü yumuşam, saçını daramışam, dərmanlarını vermişəm. Bir dənə yumurta mamam pişirdi Elnur. O da mən canlıdaydım. Belə də gör durub pişirməyə nə var ki? Mama. Biz iki bacı olmuşuq ömür boyu əringə. Bizi tanıyanlar tanıyır. Sən çoldan çosdan gəlib məni izləyənin birisən. İraq yaxşılarından. Məcbur deyiləm mən sən özümü tanıdam. Mama. Nə deyirsən, mənim üçün maraqlı biri deyilsən. Bax. Əgər mən sənin üçün maraqlıyamsa, sən mənim canlımdasan. Oya roketten alacaksan onları kosmostan. Kosmostan. Beş tane çubuk. Mama, 5 tane çubuk aldım kosmostan. Hə. 5 tane çubuk. Bir tane belə koyalım. Onu indi demədən səs atarsan tayla. Yok atacağım. Prosta deyilən yardımda koyacağım. Bütün ana əlbəttə ki, ay Leyla, Qurana and olsun. Burada mənim anama irad bildirənlərdir, bir dəqiqə anasına həsrət qalanlar. Anadır da bacı, nə qədər də deyirəm iş görmə görür. Eləmə də deyirəm, eləmə. Dizində duzu var, yeriməlidir, gəzməlidir, qapağında problemi var, ürəyində də aparatı var. Mən ona nə edirəm ki? Həkim deyil. Valla mən tənbəl biri deyiləm. Mən canlını atmamışam. Burada limit qoymamışam, pulumu yığım canlı bağlansın. Mən burada canlı açmışam, söhbət edirəm. Bir kəlmə, iki kəlmə qutardı getdi. Allah haqqı bütün işləri Dur anama kömək elə. Anan xadimədir evində, anan qulluqçudur evində. Qulluqçu niyə olur ki? Anadır, qızın evindədir, görməlidir iş. bütün işlərimi görür. Öz mənim xəsrətimdir. Hə mama, belə ışıqlar olur Hə, bildim. O, sən görüntülü yığacam, ata ilə baxıb seçərsən. Hə, yaxşı. Benim şey rəngi olsa alarsan. Tamam. İstəyirəm. Hə. Mama 3 dəqiqə krey alarsan zəhmət olmasa mən krey Tamam, ged əl üzünü yu, təmiz, ağzını yaxala, dişini fırçala gəl. Çox sağ olun, necəsiz? Ayata. Ay sağ ol. Mən qatdan fikirəmi deyə elə də burada deyil qatdan. Düz eləyirsən. Etsə bilirsən. Hiç ömrüm. Yox, fikir vermə deyil. Axı elə haqsız danışırlar. Gör indi bunlar ağıllıdırlar da. Dur anova kömək elə. İndi bu. Elə bir anam əyilib yerə pul silir. Səhərə qədər ev işləri görmüşəm gözünüzün qabağında. Görməmisiniz siz onu. Çox deyirsən Allah. Onsa yarı canlıyam. Siz də bir yandan deyil ya. Gözə nəzərə gəlir. Ay bacı, analar elədir. Ana hər yaşda qıza lazımdır. Qız anaya hər yaşda lazımdır. Ana odur. Belə qızlar, Allah təala hamınızın ürəyinə görə versin. Leyloş, öpürəm səni, başıva dönərəm. Sən mənim üçün dəyərlisən, həqiqətən də. Özünə yaxşı bax, Allaha əmanət ol. Dəyərli izləyicilərim, Allaha əmanət olun sizdə. İçi bir, çölü bir olan izləyicilər, öpürəm hər birinizi. Allaha əmanət olun. Bax, bu yayın boyunca, deməli, yayını nə qədər də aparıram. 1 saat 3 dəqiqədir yayındayam. Mənə qarşı ürəyinizdə nə, bax, ürəkdə
Qəlbinizdə o bəslədiyiniz, mənə qarşı düşündüyünüz, pis, yaxşı, Allah Taala hamısını öz başınıza gətirsin. Allaha əmanət olun, var olun. Allah ürəyinizə görə versin. Kimə nə bəsləyirsiniz? Mənə, ailəmə, balalarıma, ürəyinizdən canlını bağlayıb mənim haqqımda nə danışırsınız, nə düşünürsünüz? Hamısını Allah Taala balalarınızın öz başınıza gətirsin inşallah. Var olun. Bu qarğış da deyil, alqış da deyil. Ürəyim bunu dua kimi qəbul edin. Sağ olun. Allaha əmanət olun. Özünüzə yaxşı baxın. Qaçıram işə.